Mömin insanın İslam baxımından iki vəzifəsi var ki, çox mühüm vəzifələrdən biridir, ikisidir. Bu vəzifələrdən biri haqqı tanımaq, ikincisi haqqı qorumaq və haqqı müdafiə eləmək, haqqın uğrunda mübarizə aparmaq. Bəzən elə vəziyyət yaranır ki, haqqı batildən seçmək çətin olur. Batil çox zaman öz çirkinliyini gizlətmək üçün haqq libasına bürünür və vəziyyət elə qarışır ki, insanın haqqı batildən seçməsi çətin olur. Haqqı nahaqdan ayırması çətin olur. Bəsirət lazımdır, ağıl və paklıq lazımdır ki, insan düzü səhvdən seçə bilsin və düzün cəbhəsində, düz insanların cərgəsində qərar tapsın. Namazda "İhdina sıratal müstəqim" kəlməsinin mənası bundan başqa bir şey deyil. Biz Allahdan bunu istəyirik ki, hər zaman haqqı bizə olduğu kimi tanıtdırsın. Şərt namaz qılmaq, oruç tutmaq deyil, ondan mühüm olanı insan haqqı tanıyıb haqqın yanında olmasıdır. Bu namazdan da mühümdür, ibadətlərin hamısından mühümdür. Bu olmasa, insan haqqı tanıyıb haqqın cərgəsində qərar tutmasa, onun ibadətinin heç bir əhəmiyyəti, dəyəri yoxdur Allahın yanında. İnsanın ən əsas vəzifəsi haqqı tanımaqdır və haqqı tanımaq üçün insan gərək ağıllı olsun, düşünən olsun, bəsirətli insan olsun. Peyğəmbərimizin hədisində var ki, mən ümmətim üçün ağlın kasadlığından qorxuram. Qorxuram ki, ağlın fəqirliyinə düçar olarlar, əqli baxımdan zəifləyərlər. Mal baxımından zəifləmək, maddi zəiflik o qədər də qorxulu deyil. Vay o gündən ki, mənim ümmətim əqli cəhətdən zəif olsun və haqqı batildən seçə bilməsin, düzü səhvdən ayıra bilməsin. İslam qədər ağla və bəsirətə təkid eləyən heç bir din yoxdur, olmayıb və olmayacaq. İnsan haqqı batildən seçməsi üçün dediyimiz kimi bir daha deyirəm ki, insanın ağıllı olması lazımdır və eyni zamanda ağıllı olması üçün də özünü paklaması lazımdır. Çünki bəzən bizim batinimiz, bəzi xüsusiyyətlərimiz, meyillərimiz bizi düzgün düşünməkdən məhrum eləyir. İnsan daxilən eybəcərləşdikcə hər şeyi başqa rəngdə görür. İnsan bəzən pisi yaxşı, yaxşını pis görür. Batili haqq, haqqı batil görür. Bu insanın özünün daxili çirkinliyinin nəticəsi olur. Elə bir vəziyyət var idi bir zaman, Əli əleyhissalamı batil, başqalarını haqq görürdülər. Əli əleyhissalam ki, Peyğəmbər buyurur, Əliyyum mə'əl-haqq, insanların bir dəstəsi ağılsızlıq və batini, çirkinlik ucbatından əlini batil görürdülər və əlini öldürməyə ibadət hesab edirdilər. Biz həqiqətən bu sözü təkrar deyirik, amma görün nə böyük bir faciə idi ki, Peyğəmbər ümmətindən bir dəstə çıxmışdı ki, Əli əleyhissalamı öldürməyi ən böyük ibadət hesab edirdi. Bu nəyin nəticəsi idi ki, insan bu günə gəlib düşür ki, haqqı bu şəkildə görməyə başlayır. Bu onun nəticəsidir ki, insan özünü islah eləməzsə, insanın qəlbi qaralarsa, ağı qara rəngdə görməyə başlayır. Ona görə də Quran buyurur, İn təttəqullah yəcəlləkum furqanən. Əgər siz təqvalı olsunuz, Allah sizə nur bəxş eləyər ki, siz səhvi düzdən seçə bilərsiniz, siz haqqı batildən ayıra bilərsiniz. Bu birinci məsələdir. Birinci vəzifədir müsəlmanlar üçün. İkinci vəzifə budur ki, elə ki mən haqqı tapdım, haqqı tanıdım, haqqın kimin tərəfində olduğunu başa düşdüm, özə təkcə keçmiş dövrdə yox. Məsələ budur ki, deyəsən, məsələn, o zaman Əli ilə Muaviyyənin mübarizəsində Əli haqq idi, Muaviyyə batil idi. Bugünkü gündə Əlinin mübarizəsinin önündə kimlər gedir və Muaviyyələr kimlərdir? Bugünkü gündə, indiki zamanda da haqqı batildən ayırandan sonra ikinci vəzifə budur ki, insan haqqı müdafiə eləsin, haqqın uğrunda mübarizə aparsın. Çünki bəzi insanlar var, haqqı tanıyıb, amma haqq uğrunda mübarizə aparmır. Müdafiə eləməkdə süstlük göstərir, haqqı müdafiə eləməyi özünə vəzifə bilmir.
Əli əleyhissalam ki, bizim imamımızdır, ilk iman gətirən şəxsdir. Əlinin fəzilətlərindən biri də budur ki, Əli hamıdan tez haqqı tanımışdı və hamıdan daha fədakar idi haqqın yolunda. Haqqı müdafiə eləməkdə hamıdan öndə idi. Əli əleyhissalam Peyğəmbərə iman gətirmişdi lap körpə vaxtında. O zaman da haqqı batildən seçmişdi. Ondan sonra Əli əleyhissalam həmişə haqqı müdafiə eləməkdə hamıdan qabaqda idi. İnsanların dini müdafiə eləməsi, haqqı müdafiə eləməsi, haqqın uğrunda fədakar olması haqqı tanıyandan sonra insanların ən birinci, ən əsas vəzifəsidir. Və bunun üçün nə lazımdır? Bunun üçün bu lazımdır ki, insan gərək dünya ilə əlaqələrini kəssin. İnsan dünya ilə əlaqələrini kəsmədən ölümə hazır ola bilməz. Haqqı müdafiə eləyə bilməz. Əli əleyhissalamın bir sözü var: "Təlaqud dünya mehrul cənnə." Bir adam qadını alanda mehriyə verməlidir, evlənəndə. Bilirsiniz ki, mehriyə ödənməlidir. Mehriyə ödənmədən kəbin batildir. Talaqda boşanmaya deyirlər. Əli əleyhissalam buyurur ki, cənnətin mehriyəsi dünyanın talağıdır. Dünyanı boşamadan cənnəti almaq olmaz. Cənnəti almaq istəyirsənsə gərək dünyanı boşayasan. Dünyaya əlaqələri kəsəsən. O hazırlıq insanda lazımdır ki, insan Allahın rəhmətinə qovuşa bilsin. O mənəvi hazırlıq lazımdır. Əli əleyhissalam çox gileylənib öz zamanında. Əlinin səhabələrinin əksəriyyəti süst adamlar olub, qorxaq insanlar olub. Əli əleyhissalamın ətrafında olan insanların əksəriyyəti. Həzrət Əli onları döyüşə təşviq eləyir, onlar getmir. Əli əleyhissalam gileylənir və belə bir xütbəsi var Nəhsül Bəlağədə. Deyir, hanı Peyğəmbərin səhabələri? Hanı keçmişdə mənim dostlarım? Hanı o kişilər ki, İslam'a iman gətirmişdilər? Hanı o kişilər ki, Quranı qəbul eləmişdilər? Quranı oxuyub onun mənalarına iman gətirmişdilər? Hanı o kişilər ki, mübarizəyə üst tutdular? Necə ana balanı çox istəyər, cihadı onlar elə çox istəyirdilər. Allah yolunda mübarizəni elə çox istəyirdilər. Onların bəziləri öldürüldü, Əli əleyhissalam buyurur, bəziləri də nicat tapdı. Çünki haqq yolunda vuruşdular. Ondan sonra belə bir söz buyurur. Buyurur ki, sağ qalanlarına görə onlara göz aydınlığı vermək olmazdı. Ölənlərinə görə başsağlığı. Yəni onların dostu döyüşdə sağ qalırdısa deyənməzdin gözün aydın dostun sağ qaldı. Çünki sağ qalmağı uğur saymırdılar. Onlar şəhidliyi uğur sayırdılar. Və birdən onların yaxın adamı öldürülərdisə, onlara demək olmazdı başın sağ olsun. Çünki onlar üçün qəmli bir hadisə baş verməmişdi ki, onlara buna görə baş sağlığı verəsən. Haqqı tanıyandan sonra ən ümdə vəzifə haqqı müdafiə eləməkdir. Çünki haqqın müdafiəsi ilə digərlərinə yol asırsan. Quran açıq dəvət eləyir bizi mübarizəyə. Buyurur ki, siz onlarla mübarizə aparın. Düşmənlərlə mübarizə aparın ki, fitnə aradan getsin və din Allaha məxsus olsun. Yəni din yolunun üstündə kolları, tikanları təmizləyin ki, arxadan gələnlər gedə bilsin. Tikanlı yolla məqsədə çatmaq olmaz. Siz mübarizə aparın. Bu batil cəbhə haqq yolunun önündə sipərdir. Haqq yolunun tikanları və kollarıdır. Bu tikan və kolları dağıdın və məhv eləyin ki, arxadan gələnlər məqsədə çata bilsin. Və bunun üçün də çox şeydən keçmək lazımdır. Çox şeydən insan keçsin ki, buna hazır ola bilsin. Bu məqamlardan keçəndən sonra insan şəhidliyi sevə bilər. İnsan şəhidliyə bağlana bilər, şəhidliyə aşiq ola bilər. Bu mərhələləri keçəndən sonra Peyğəmbər buyurub, Allah şəhidə 7 xislət, 7 dənə neymət verəcək. Onlardan birincisi budur ki, onun Allah bütün günahlarını bağışlayacaq. Birinci damcı qanı ki torpağa düşdü şəhidin, Allah onun bütün günahlarını bağışlayacaq. İkincisi budur ki, onun başı ölən kimi cənnət hurilərinin dizinin üstündə olacaq. Onlar onun üzündən torpağı təmizləyəcək və deyəcəklər ki, gözün aydın olsun. Üçüncüsü budur ki, onun əyninə cənnət libası geyindirəcəklər. Dördüncüsü budur ki, cənnət mələkləri xoş ətirlərlə onu qarşılayacaq. Beşincisi budur ki, öləndə məqamını Allah göstərəcək. Canı bədənindən çıxanda şəhid görəcək ki, Allah ona nə verir. Altıncısı budur ki, onun ruhuna Allahdan xitab gələcək ki, cənnət sənin ixtiyarındadır. Öz ixtiyarınla seç, harasında istəyirsən ged məskən sal, sənə maniyə yoxdur.
Cənnətin hamısı sənin ixtiyarındadır. İstəyirsən get İmam Hüseyn ağanın yanında ol. İstəyirsən get Peyğəmbərin yanında ol. İstəyirsən harada olursan ol, kimin qonşuluğunda olursansa ol, bunu seçmək sənin öz ixtiyarındadır. Və yeddincisi budur ki, Allahın axırıncı sözdür bu. Allahın cəmalına, Allahın surətinə baxacaqlar. İndi bunun mənası nədirsə biz başa düşə bilmirik. Cəmal maddi mənada üzü nəzərdə tutulmur. Yəni şəhidlər Allaha qovuşacaq. Bunu deyəndən sonra Peyğəmbər buyurur ki, şəhidlər və peyğəmbərlər üçün ən böyük nemət budur ki, onlar Allahla onların arasında heç bir hicab qalmayacaq. Onlar Allahlarına qovuşacaqlar. Allah onlarla vasitəsiz danışacaq və Allahla danışmağın ləzzətini hiss eləyəcəklər. Quran buyurur ki, Allah yolunda öldürülənlərə ölü deməyin, çünki onlar diridirlər. Dirini alimlərimizdən biri belə təfsir eləyir. Deyir, bütün insanlar ki, möminlər cənnətə gedir, bərzəx cənnətinə, orada qalırlar, onların dünya ilə əlaqəsi kəsilir. Şəhidlər yeganə insanlardır ki, peyğəmbərlərdən və alimlərdən sonra. Şəhidlər o insanlardır ki, onlar bərzəxdə olanda belə dünya ilə əlaqələri itmir. Onların elmi həm dünyanı əhatə eləyir, həm axirəti. Allah onlara belə bir ali məqam verir və bu məqama insan ancaq bu deyilən şeylərdən keçməklə nail ola bilir. İnsanlar bəzən bilir haqq hardadır, bilir haqqı müdafiə eləmək lazımdır, amma ürəyində qorxu yaranır. Nəyin qorxusudur? Canımı itirərəm, malımı itirərəm, yaxınlarımı itirərəm. Bu şeylər mane olur. Quran da buyurur, əgər bu şeylər sizə Allahdan daha əzizdirsə, onda gözləyin, Allahın əzabı gələcək. Onda gözləyin ki, Allah sizə əzab nazil eləyəcək. Bu iki vəzifə müsəlmanlar üçün ən mühüm, ən əsas vəzifədir. Və müsəlmanlar bu iki vəzifəyə əməl eləsələr, heç kəs kənardan onlara ziyan toxundura bilməz. Heç bir düşmən onlara ziyan toxundura bilməz. Müsəlmanlar əgər haqq uğrunda mübarizəyə hazır olsalar, heç kəs cürət tapıb onların haqqını əlindən ala bilməz. Onların haqqını əlindən alırlar ona görə ki, müsəlmanların özündə süstlük var. Allah bizi haqqı tanıyıb, onu qoruyanlardan, onu müdafiə eləyənlərdən qərar versin inşallah.